Salamünaleyküm dəyərli şagirdlər. Kimya 7-ci sinif 1.5-ci mövzu, yəni qeyri-metallar və onların xassələri, bir də allotropiya mövzusunun video dərsinə başlayaq. Bismillah. İnşallah bu dərs ərzində biz nələr öyrənəcəyik? Qeyri-metallarla tanış olacağıq, sonra qeyri-metalların fiziki xassələri ilə tanış olacağıq, sonra allotropiya nədir onu aydınlaşdıracağıq inşallah bərabər və sonra da özümüzü yoxlayacağıq, görək nə öyrəndik. Başlayaq dəyərli şagirdlər, birinci qeyri-metallarla gəlin tanış olaq. Qeyri-metallarla yəqin ki, hamınız bəzi qeyri-metallarla tanışsınız və yaxud da adlarını eşitmişsiniz. Çox populyar olanların adlarını eşitmişsiniz. Məsələn, oksigen adını eşitmişsiniz, hidrogenin adını eşitmişsiniz. Sonra helium eşitmişsiniz yəqin ki. O şarlar olur, doldururlar içərisində helium. Çox həddən ziyada çox yüngül bir qazdır. Uçur göyə, şar yəni normalda uçur göyə. Həmin o heliumla doldurulmuş şar. Və yaxud da heliumu adam nəfəsinə çəkəndə səs biraz qəribələşir, biraz qeyri-adi olur. Qısası belə bir şeyləri yəqin ki görmüsünüz. Və yaxud da brilyant var. O karbon, tərkibi karbondur. Yəni kömürdən eyni tərkibə malik olan bir maddədir. Yəqin ki onun adını eşitmişsiniz və yaxud da bəziləriniz də görmüsünüz. Qısası qeyri-metalları bu şəkildə biz tanımışıq. Gəlin bütün bu qeyri-metalları gəlin yığaq verək. Bütün deyəndə yəni ən populyar istifadə olunan qeyri-metalları yığaq verək. Bu elementlər hamısı üçün ortaq xüsusiyyət dəyişəcəklər. Bunların hamısının qeyri-metal olmasıdır. Və bu qeyri-metal elementləri, daha doğrusu atomları, qeyri-metal atomlara uyğun qeyri-metal elementlərini əmələ gətirir. Bunların bəziləri var ki, elə bir atomlu olurlar. Məsələn, dəyərli şagirdlər, gəlin bəzilərinə diqqət eləyə bunların. Məsələn üçün, baxın, hidrogen H2 adlı bir element əmələ gətirir. Və yaxud oksigen 200 element əmələ gətirir. O2 və bir də O3. Sonra azot N2 adlı element əmələ gətirir. Flor, sonra geri qaydaq. Flor sonra nə əmələ gətirir dəyişirlər? Flor 2. Xlor əmələ gətirir xlor 2. Baxın bunlar gördüyünüz kimi ayağında 2 falan gördünüz də. Bunlar nədir dəyişirlər? Bunlar atomların sayını göstərir. Yəni bu elementin içində deməli neçə atom bir-biri ilə birləşiblər, onu göstərir. Yəni belə deyək də, hidrogen molekulunda 2 dənə hidrogen atomu bir-biri ilə birləşib, belə gəzirlər bunlar. Və yaxud da oksigen atomunda da eyni şəkildə. Oksigen molekulunda daha doğrusu. Ozon molekulunda isə 3 dənə oksigen atomu baxın bu şəkildə bir-birinə birləşiblər. Yəni 3-3 əgər biz mikroskop altında, elektron mikroskopunun altında ozon maddəsini incələsək, görəcək ki, 3 oksigen atomu və bu şəkildə bunlar 3-3 belə deyək birləşərək bu qazı əmələ gətiriblər, ozon qazını əmələ gətiriblər. Qısası, sizdən soruşsalar ki, o aşağıda yazılan 2, 3 nəyi göstərir? Bir molekulun içində olan atomları göstərir. Yəni, onların atomları, daha doğrusu molekulları neçə atomludur, onu göstərir. Bəziləri var ki, burada bunlar bir atomda olurlar. Məsələn, dəyişirlər, baxın, elə heliumun atomu da heliumdur. Onun əmələ gətirdiyi elementdə helium yazılır. Və yaxud da neonda da elə neon yazılır. Və yaxud da argonda elə argon yazılır. Və yaxud da kriptonda elə kripton yazılır. Və yaxud da ksenonda elə ksenon yazılır. Fikir verdinizsə, mən bunlarda indeksləri, yəni ayaqlarına heç nə qoymadım. Yəni, bu nəyi göstərir? Bu onu göstərir ki, bunlar bir neçə atom bir yerə yığışıb molekul əmələ gətirmirlər. Bu cərgədə olan bütün bu yazdığım, hələ ki yazdıqlarım, bu cərgədə gördüklərinizin hamısı deməli, dəyərli şagirdlər, qaz halında olan maddələrdir. Şagirdləri çaşdıran məqam nədir? Ay müəllim, xlor qazdır mı? Təbii ki, qazdır. Dəyərli şagirdlər, mən keçən dəfə dərslərimizdə demişəm ki, xlor qazdır. Sadəcə olaraq, yəni belə deyil, şagirdlər biraz nəyə çaşıb qalırlar? Ay müəllim, axı biz xlor alırıq və yaxud da evdə xlor var, təmizləyici vasitə kimi də xlor var. Axı o xlor maye haldadır. Dəyərli, sizin istifadə elədiyiniz o xlor, daha doğrusu valideynlərinizin istifadə elədiyi o xlor ki var, yəni dezinfeksiya məqsədilə təmizlik üçün istifadə olunan həmin xlor, əslində xlor deyil. O xlorid və hipoxlorid turşusunun məhluludur. O xlor deyil. Yəni normalda xlor əslində qaz halında olan bir maddədir. Sonra keçək bu bir tərəfə. Baxın, burada bor göstərilibdir. Deməli, bor, elə bu da bor adlı bir maddə əmələ gətirir. Karbon da həmçinin karbon, yəni bunların əmələ gətirdiyi elementlər, sadəcə elə, bax, indeksi sad yazmıram. Həmçinin silisiumda da indeks falan yazmayacağım. Elə bu şəkildə də yazılır bunlar. Gələk fosfora. Dəyərli şagirdlər, fosfor
həm bir atomar şəklində daha doğrusu ola bilər, həm də ki 4 dənə fosfor atomu bir yerə yığışaraq ağ fosfor adlı bir molekulda əmələ gətirə bilərlər. Yəni ona görə ağ fosforun tərkibini biz P4 şəklində yazırıq. Xatırladıram ki, bu ancaq ağ fosfora aid xüsusiyyətdir. İnşallah irəliləyən dəqiqələrdə görəcəksiniz, fosforun başqa versiyaları da varmış ki, o dildə desək. Sonra kükürt. Kükürt də həmçinin bəzi kükürtlər var ki, onlar S8 şəklində göstərilir. Xatırladıram ki, bu kristallik kükürdə məxsus bir xüsusiyyətdir. Aynen başqa cür kükürt də varmı? Var. Onlar da inşallah az sonra incələyəcəyik. Yod da sonra yazılır yod 2. Baxın bu şəkildə yod 2. Dəyərli, mən bu cərgədə hələ ki yazdıqlarımın hamısı bərk halda olan qeyri-metallardır. Gəlirik brom. Brom atomları bir yerə yığışaraq brom 2 molekulunu əmələ gətirir və yadınızda qalsın, brom maye aqreqat haldadır. Deməli, biz metalları keçəndə demişdik ki, metalların hamısı bərk idi, bir dənə civə idi ki, o maye haldaydı. İndi qeyri-metalları keçəndə deyəcəyik ki, qeyri-metalların içərisində baxın, bu gördüyünüz bütün bu cərgədə olanların hamısı qaz halındadır. Təbii ki, onların bəziləri bir atomlu qazlardır, yəni helium, neon, argon, kripton, ksenon, radon və yuxarıda görürsünüz çox atomlu. Kimyada ümumiyyətlə çox deyəndə ikini də çox nəzərdə tutacaqlar. Çox atomlu qazlardır. Gəlirik bu bir istiqamətində. Bu bir istiqamətə baxırıq dəyişirlər. Bu gördüklərinizin hamısı da olur bərk aqreqat halda. Bircə dənə brom maye aqreqat halda. Deməli, metallardan civə, qeyri-metallardan da brom maye aqreqat halda olan maddədir. Keçək dəyişirlər növbəti söhbətimizə. Dəyərlər, deməli, gələk qeyri-metalların xassələrindən tanış olaq. Ümumiyyətlə, qeyri-metalların metallardan fərqli bir sıra xüsusiyyəti var. Birincisi, qeyri-metallar elektrik və istiliyi bərbad keçirir. Bəzən heç keçirmir ümumiyyətlə. Bəzi qeyri-metallar var, heç keçirmir ümumiyyətlə. Amma biz metallarda nə demişdik? Elektrik, istiliyi demişdik, əla keçirir. Sonra demişdik ki, metallar plastikdirlər, yəni döyülüb yaslana bilirlər. Qeyri-metallarda isə elə şey yoxdur. Qeyri-metallar kövrəkdirlər. Yəni, elə ki, onların üstünə bir, məsələn belə deyim də, keçən dərslərimizdə biz nə demişdik? Demişdik ki, deyək ki, siz YouTube videolarında baxa bilərsiniz. Biz deyək ki, dəmiri qızdırırıq, sonra onu döyürük, ondan qılınc düzəldirik. Və yaxud da deyək ki, qızılı isidirik, əridirik, ondan bir şey düzəldirik, sonra döyürük, düzəldirik. Yəni, qısası ondan əla bir zərgərlik, məmulatları düzəldirik. Bu metallara məxsus bir şeydir. Onlar plastiklər, döyülüb yaslana bilirlər. Amma qeyri-metallarda belə şey yoxdur. Yəni, siz götürün bir kömür parçasını, kömür qeyri-metaldır, yəni karbondur. Siz götürün ki, biriləri YouTube'da baxmışam ki, deyək ki, məsələm üçün deyirəm də, dəmirdən qılınc düzəltdi. Mən də kömürdən qılınc düzəltdim. Kömürün təpəsində bunu görürsünüz, paramparça olur. Və siz qeyri-metalların kövrəkliyini öz həyatınızda dəfələrlə görmüsünüz. Məsələn, karandaş götürmüsünüz. Karandaşın ucu bu arada qrafit adlanır və karbon elementindən ibarətdir. Siz hər dəfə karandaşı dəftərinizə sürtdükdə, karandaşın bir hissəsi qırılır, kövrəkdir, qırılır və sizin dəftərinizdə qalır və biz onu yazı kimi görürük. Qısası qeyri-metalların kövrəkliyi bax burada deməli bizim qabağımıza çıxırmış. Qeyri-metallar kövrəkdirlər, plastik deyirlər. Qeyri-metallar elektriki çox bərbad keçirirlər. Qeyri-metallar adətən yüngül olurlar. Mən bütün qeyri-metallar şamil eləmirəm təbii ki bunları. Məsələn, dəyişəndə hidrogen çox yüngül bir qazdır. Və yaxud da deyək ki, azot havadan yüngül bir qazdır. Qazların içərisində ümumiyyətlə ən yüngülü hidrogendir. Sonra ikinci yerdə dayanır helium. Helium qazından istifadə olunur hava şarlarının düzəldilməsində. Əslində, indi sual verə bilərsiniz, ay müəllim, niyə bəs hidrogen qazından hava şarlarında istifadə olunur? Çünki hidrogen yanıcı qazdır. Əgər ondan hava şarlarında istifadə olunsa, bir dənə qığılcım yetərlidir ki, həmin o hava şarı dəhşət dərəcədə partlasın. Amma helium yanmır. Ona görə də əgər ora qığılcım düşsə belə, yəni həmin o partlama olmayacaq. Qısası, qeyri-metallar deməli nə oldu? Əsasən sıxlığı aşağı olan maddələr oldu. Sonra biz metallar deyəndə də təbii ki, metallar da müxtəlif rənglərdə olurdu, amma şəffaf olmurdular. Qeyri-metallardasa bəzi qeyri-metallar var ki, onlar rəngsizlər. Məsələn, deyək şeylər, deyək ki, baxın, birinci bu qaba diqqət edin. Bunun içərisində belə təsəvvür edin. Hidrogen də ola bilər, oksigen də ola bilər, azot da ola bilər. Bu saydığım qazlar və yaxud da helium, neon, argon, kripton, ksenon, radon bu qazların hamısı rəngsizdirlər.
deməli bir daha deyirəm, hidrogen, oksigen, azot, helium, neon, argon, kripton, ksenon, radon. Bunların hamısı rəngsizdirlər. Hə, bütün qeyri-metallar rəngsizdirmi? Xeyr. Bəzi metallar, qeyri-metallar var ki, onların özünə məxsus rəngləri var. Məsələn, dəyişəcəklər, deməli, yod. Ha, bu arada bir şey deyim. Şagirdlərə deyəndə ki, yod bərk maddədir. Şagirdlər qalırlar ki, ay müəllim, axı, bizim evdə istifadə elədiyimiz o yod maye haldadır. Dəyişəcəklər, sizin istifadə elədiyiniz yodun spirtdə məhluludur. O, belə deyək də, sırf yod deyil. Sırf yod bərk maddədir. Hə, biz o yodu daha tez, biraz isidəndən sonra buxarlanır, o ayrı məsələ. Amma hər halda adi şəraitdə bərk halda olan maddədir. Siz onu spirtdə həll edirsiniz, siz deyəndə apteklərdə spirtdə həll edirlər və bizə onu tibbi yod kimi təqdim edirlər. Yod qısası bərk maddədir, bunu diqqətə alın. Çünki testlərdə də bizim çaşdırmaq üçün bundan istifadə edə bilərlər. Deməli, dahası, yod oldu bərk maddə və yodun özünə məxsus tünd bənövşəyi bir rəngi var. Sonra dahası, növbəti bir qeyri-metalımız, deməli bu oldu yod. Tünd bənövşəyi oldu. Sonra bu dəyişəcəklər bromdur. Brom sözünün mənası üfunətdir demək. Çox bərbad qoxusu olan, zəhərli və tüstülənən mayedir. Və bromda qırmızı bənövşəyi bir rəngi var bromun. Sonra dahası və maye haldadır gördüyünüz kimi. Sonra bir də bu da xlordur. Xlor qazı. Bir də geri qayıdaq. Aha. Bu da xlor qazıdır. Yaşılıntı sarı rəngdə olan bir qazdır. Bu xlor qazı mən biraz daha tünd vermişəm. Əslində bu qədər tünd deyildi. Daha açıq bir rəngdə olan bir qazdır və zəhərlidir. Ay müəllim, axı, nə bilim, o şeylərdə, hovuzlarda falanlarda istifadə olunur, biz zəhərlənib ölmürük. Və yaxud da evlərdə dezinfeksiya üçün istifadə olunan vasitədir, biz ölmürük. Və yaxud da məktəblərdə dezinfeksiya vasitəsi kimi istifadə olunur, yerlərin silinməsinə falan da bizə heç nə olmur, şükür Allaha. Dəyişirlər. Bayaq qeyd edədiyim kimi yenə də deyirəm, sizə heç vaxtı xlor qazını təqdim eləmirlər. Sizə xlor və hipoxlor turşusunun məhlulunu təqdim edirlər. Ona görə şükürlər olsun Allah ki, heç bir şey baş vermir. Davam edək, dəyərli şagirdlər. Dahası keçək növbəti məsələmizə. Yəni allotropiyaya. Bu allotropiya nə olan şeydir? Ümumiyyətlə, elementlərin müxtəlif formada mövcud olması adlanır allotropiya. Yəni, nə demək istəyirəm? Oksigen adlı atom iki cür element formalaşdıra bilir. Əgər 2-2 birləşirsə, O2 şəklində bizim nəfəs aldığımız oksigen, 3-3 birləşirsə atomlar, ozon adlı bir maddəni əmələ gətirir. Fikir verin, tərkibləri hər ikisində oksigendir. Sadəcə birində 2 atomludur, birində 3 atomludur. Buna görə bir-birlərindən fərqlənirlər. Bu arada allotropiya əmələ gətirən elementlərin sayı çoxdur. Sadəcə olaraq biz bu 4 dənəsini vermişik. Və allotropiya əmələ gətirən elementlər xassələrinə görə bir-birindən əməlli fərqlənirlər. Məsələn, belə deyim də, nə olsun hər ikisinin tərkibi oksigendir. Normalda nəfəs aldığımız oksigenlə ozon arasında kəskin fərq var. Ozon zəhərli bir qazdır. Yəni, bəlli bir doza var. O dozadan artıq olarsa insanı öldürə bilir. Sonra ozonun özünə məxsus qoxusu var. Xoş bir qoxusu var. Mən deyəcək, zəhər damı xoş qoxusu var, belədir. Dahası, ozonun özünə məxsus bir rəngi var, amma oksigenin rəngi yox idi. Ona görə qısası deyəcək ki, allotropiya əmələ gətirmiş bu elementlər, yəni bunlara biz allotropik şəkil dəyişmələr deyəcəyik. Bu allotropik şəkil dəyişmələr xassələrinə görə bir-birindən kəskin fərqlənirlər. Sonra keçək, deməli, oksigenin hansı allotropik şəkil dəyişmələri oldu? Ozon və oksigen. Sonra karbonun hansı allotropik şəkil dəyişmələri var? Çoxdur, biz ikisini vermişik burada. Almaz və qrafit. Almaz nədir dəyişəklər? Almazı qəşəng belə cilalayırlar, adlanır brilyant. Yəni, təsəvvür eləyin, belə deyim də, almazın da tərkibi karbon, qrafit, yəni karandaşın ucu da karbon. Hər ikisi karbondur, sadəcə birinin qiymətinə baxın, digərinin qiymətinə baxın. Dahası, almaz çox möhkəmdir, dəhşət dərəcədə möhkəmdir və elektrik cərəyanını keçirmir. Qrafit isə kövrəkdir və elektrik cərəyanını keçirir. Fikrin, hər ikisi karbondur, amma fərqli-fərqli xasiyyətə malikdirlər. Sonra kükürddə iki cür kükürd qarşımıza çıxacaq, kristallik və plastik kükürd. Və yaxud da amorf kükürd dediklər buna. Dəyişəklər, bu kristallik kükürd necədir? Kristallik kükürd sarı rəngdə bir tozdur və S8 şəklindədir.
bu toz kövrək maddədir. Bir tozlu, sarı rəngdədir, elektrik cərəyanında keçirmir və bu toz 8 dənə kükürt atomu bir-birinin yanına gəlirlər və kristallik kükürt adlı bir molekulu əmələ gətirirlər. Əgər biz kristallik kükürdü qızdırsaq, o əriyir və çevrilib olur plastik kükürt. Biz bunu suyun içərisinə dərhal töksək və sonra dartsaq onu görəcəksiniz. Rezin kimi dartıla bilən bir maddə alınır. Sadəcə olaraq davamsızdır. O plastik kükürtdür. Sadəcə olaraq davamsızdır. Təzədən çevrilib olacaq kristallik kükürt. Sonra fosfora baxaq. Dəyişəndə fosforun 3 dənə allotropik şəkildə dəyişməsi qarşımıza çıxacaq. Ağ, qırmızı və qara fosfor. Bunların içərisində ümumiyyətlə fosfor suda həll olmayan maddədir. Ağ fosfor ən aktividir bunların içərisində. Sarımsaq, qoxuludur və zəhərlidir. Oksigenlə rahat reaksiyaya girə bilir adi şəkildə deyə onu suyun altında saxlayırlar adətən. Sonra qırmızı və qara fosforsa yəni sadə bir tozdular, onlar oksigenlə adi şəkildə reaksiya edirlər, nisbətən passivlər. Sonra dahası bunların işıq saçması falan da yoxdur. Deyəşəklər, gəlin görək nə öyrəndik. Öyrəndiklərimizi bir yoxlayaq. Deməli, brom halında, yod isə halında olur. Deyəşəklər, brom hansı aqreqat halda olurdu? Brom olurdu maye, yod isə bərk haldadır. Deməli, 2 gedəcək, baxın bura. Sonra yoda nə demişik? Bərk haldadır. Bərk görək 8 də bura gedəcək. Sonra bromun rəngi nəsə bir şey, yodun rəngi isə nəsə bir şeydir. Deyəşəklər, brom qırmızı qəhvəyi rəngdədir. Ona görə bura 10 gedəcək. Yodun rəngi tünd bənövşəyidir. Görək, haradadır? Tünd bənövşəyi rəngli olmalıdır. Biz bunu, deyəsən, burada verməmişik. Tamam, özümüzdən bir rəqəm yazaq, 13 yazaq. Tünd bənövşəyi. Tünd bənövşəyi. Aha, tamam. Onu da gətirək, yerləşdirək. Bu 13-ü də bura. Sonra, eyni elementin müxtəlif formada mövcud olması nə demişdik buna? Allotropiya demişdik. Atırıq bunda bura. Sonra nə deyir? Oksigen 2 allotropik şəkildə dəyişməsi var. Biri ozon idi, biri də oksigendir. Ona görə 4 və 7-ni müvafiq olaraq bura və bura yerləşdiririk. Sonra deyir ki, almaz elektrik cərəyanını, dəyişəklər almaz qrafitdən fərq olaraq elektrik cərəyanını keçirmirdi. Ona görə biri də atacaq bura. Kristallik kükürdün formulu necə idi dəyişəklər? S8 şəklindədir. Sadəcə olaraq biz burada deyəsən 8-i böyük yazmışıq. Baxın, bunun yazılışı bu şəkildədir. S8, 8 balaca olaraq ayaqda yazılacaq. Sonra gəlirik, fosforun allotropik şəkildə dəyişmələri hansılar oldu? Dəyişəklər olacaq ağ, qara və qırmızı fosfor. Ona görə də deməli nə olacaq? 11, 12 və 9. 11, 12 və 9 bura gedəcək. Dəyişəklər diqqətinizə görə təşəkkürlər. İnşallah növbəti dərslərdə görüşərik.